Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. Bugün Azərbaycanda müstəqillik günüdür. 108 il öncə 1918-ci ilin may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Həmin iclasa Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi. Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlmərdən bəy Topçubaşov kimi Azərbaycan Xalq Cümhuriyyətinin qurucu öndərləri məhz həmin gün Azərbaycan xalqı üçün tarixi uğura, nailiyyətə imza atdılar. Azərbaycan dövlətçiliyi bərpa olundu və 200 ildən sonra Rusiyadan ayrıldıq. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti böyük salnamə yarada bildi. Bugün hal-hazırda biz Novxanı kəndindəyik. Məhəmməd Əmin Rəsulzadənin doğulduğu, dünyaya göz açdığı kənddə onun heykəlinin önündəyik və bugün Azərbaycanın ictimai-siyasi xadimləri, müəyyən təşkilatlar məhz buraya üz tutaraq Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət eləyəcəklər, onun ruhuna öz ehtiramlarını bildirəcəklər. Bizi izləməyi unutmayın. Baş verən prosesləri an-ban sizin diqqətinizə çatdıracağıq. Hələlik.